Mən neyrocərrah doktor Rəyan Mehdiyev, Ece Hospitalda fəaliyyət göstərirəm. Bugün sizlərə şivanlamalardan danışacağım. Bəzən bizə pasiyentlər müraciət edirlər və pasiyentlərin müraciət səbəbi üzdə əyilmə olur. Deyək ki, bir gənc xanımdır və yaxud da cavan bir oğlandır, üzündə əyilmə ilə bizə müraciət edir. Onda həm kosmetik problemlər yaranır, kosmetik problem üzün əyilməsinə bağlı olan problemlərdir, həm də gözündə ağrı olur. Gözdə ağrının səbəbi isə göz qapağı bağlanmadığına görə gözdə quruluq və buna bağlı olaraq şiddətli göz ağrısı, hətta bəzən korluğa qədər götürəcək ciddi simptomlar ola bilir. Belə olan halda beyin MR-test çəkdirir və beyin MR-testində aşkarlanır ki, beyində körpü beyincik bucağı deyilən bir yer var. Körpü beyincik bucağında şiş vardır və bu şişlər 90% hallarda şivanlamalar olur. Əgər kiçikdirsə və deyək ki, simptomlara səbəb olmamışdırsa, təsadüfən aşkarlanmışdırsa, biz heç bir şey etmirik. Deyək ki, böyükdür, üzdə əyilməyə, onun xaricində gözdə, göz qapağının bağlanmamasına, bəzən balans problemlərinə səbəb olursa, o zaman cərrahi qərarı veririk və qulağın arxasına girərək o törəməni oradan xaric edirik. Həmçinin üst sinirini bu törəmədən azad etmiş oluruq və bu şəkildə pasiyent normal həyatına qovuşmuş olur.